Salam. İşten gəlmişəm, acam, özümə yemək bişirəcəm və yemək bişirərkən sizinlə belə söhbət edəcəm. Çünki en son video paylaşanda YouTube'a geri döndüğümü dedim ama ondan sonra sadece bir video yükledim. Yine ortalıktan ittim. YouTube'a video çekmeyi istəyirəm, bunu eləmək istəyirəm ama bəzi səbəblərə görə, belki de bəhanələrə görə bunu edə bilmirəm. Birincisi vaxt qıtlığı. Bildiyiniz kimi korporativ bir işdə işləyirəm. Səhər 10-un yarısından axşam 6-ya kimi işdə oluram. Düzdür, Azərbaycan standartlarına görə yaxşı şəraitdə olan bir şirkətdə işləyirəm. Yəni ki, tətilimiz tətildir, həftə sonu işləmirik, işdən sonra iş olmur, qalmırıq, çox nadir hallarda ola bilir. Yəni ki, normal bir iş yerində işləyirəm, orasında bir problem yoxdur. Sadəcə işdən sonra çox yorğun oluram. Nə video çəkməyə, nə də ki, onu editləməyə vaxtım olmur. Bəlkə bu bir bəhanədir. Əslində çox istəyəndə hər şey eləmək olur. Ona görə də indi, bugün sadəcə belə danışacağım. Yəni ki, nə xüsusi bir edit olacaq, nə belə sinematik kadr və s. belə şeylər olmayacaq. Əgər ki, YouTube'a davam etsəm, təbii ki də belə kadrlar çəkmək, belə videolar çəkmək istəyirəm. Amma ki, başlanğıcda düşünürəm ki, özümü çox mükəmməliyyətçiliyə doğru aparıram və çox vaxt tələb eləyir, çox edit tələb eləyir və bu yolda bir yerdə ilişib qalıram. Ona görə də bu dəfə birincidə istəyirəm ki, sadəcə belə sadə bir video çəkim, sadəcə danışım sizinlə burada, həm sizin təkliflərinizi alım ki, mən nə çəkə bilərəm, nə eləyə bilərəm. Ondan sonra daha rahat olar davam etməyimiz. Belə, mən bugün bir salat bişirəcəm. TikTok'da gördüyüm, əslində test edib elədiyim çox yaxşı bir salat var. Onu eləyəcəm sizinlə birlikdə. O sırada da söhbət eləyərək oradan buradan danışarıq. Salat əslində çox sadədir. Deməli, bizə lazımdır kök, 2 dənə xiyar, tuna, qırmızı soğan. Son olaraq ya balzamik sos ya da soya sos. Mən bəzən ikisini də qatıram. Bu arada bunlar hamısı optionaldır. Qırmızı soğanı qatmaya bilərsiniz. Mən işə götürəcəyim versiyaya qırmızı soğan əlavə etməyəcəm. Çünki işdə insanları qaçırmaq istəmirəm özümdən. Və tunanı da istəsəniz qatmaya bilərsiniz. Mənim TikTok'da gördüyüm versiyada hətta bəzilərində ancaq yer kökü var. Yəni mən bu salatı tamamilə özümə uyğunlaşdırıb biraz daha belə doyumlu, vitaminli olsun deyə müxtəlif ingrediyentlər əlavə etmişəm. Deməli, bunu mən bir kanyan burasından tuturam və bu rəndənin, bilmirəm, rəndə mi deyirlər bunu, bu tərəfindən bu şəkildə soyuram. Bu şəkildə nazik doğrayıram və hamısını sonra bir qaba əlavə edib sadəcə qarışdırıram. Bu qədər. Bayaq başda YouTube'a video çəkməməyimin səbəblərindən, bəhanələrindən danışdım. İndi telefona çəkirəm. Və əslində kameram var, ancaq o kamera çox da yaxşı çəkmir. Yəni, onun fokusu çox da yaxşı işləmir. Bir tərəfdən deyirəm, bəlkə təzə kameramı alsam və yaxud o kameramı düzəltsəm. Yəni, beynimdə çox fikir var. Düşünürəm ki, kamera olmasa belə, telefonla belə çəkmək olur. Ancaq mənim o istədiyim sinematik videoları, kadrları tutmaq üçün mütləq yaxşı bir kameramın olmağına ehtiyacım var. Kamera almağı düşünürəm, o ayrı məsələ. Həm də bəlkə deyirəm ki, kameranı alsam biraz daha məsuliyyət hiss eləyərəm üstündə. Çox pul verib alsam, deyəm ki, həm də bu qədər pul vermişəm, Tuna çək də, burada nəyə oturmuşsan, nə gözləyirsən deyib bəlkə daha çox motivasiya ola bilərəm. Həm də biraz mükəmməliyyətçiliyi qırağa atıb sadə videolar arada çəkim deyirəm. Siz nə düşünürsünüz? Və yaxud nə konseptdə videolar ola bilər, elə çox edit tələb etməyən, çəkilişi rahat olan videolar həm də sizə maraqlı ola biləcək. Onları yaza bilərsiniz. Mən də YouTube üçün content planımı yaradanda bunları nəzərə alaram. Dediyim kimi, mükəmməliyyətçilik əslində biraz məni burada davam etdirməyimə qoymur. Çünki videoları editləyərkən özümü bəyənmirəm, səsimi də bəyənmirəm, danışığımı bəyənmirəm. Ən çox da danışığımı, bəlkə də çox özümü dinlədiyim üçün özümü bəyənmirəm. Diksiyamın çox yaxşı
olmadığını düşünürəm. Düz ətrafımdakı insanlar çox da belə demir, amma ki, yəni videonu izləyərkən mən bunun fərqinə varıram. Düzdür, bunun üstündə işləyirəm, düzəltməyə çalışıram. Ümid edirəm, düzələr, ümid edirəm, daha yaxşı olar. İndi isə dadına baxacağım. Görüm necə olub. Sanki dadını bilmirmiş kimi. Çok güzel. İşe götüreceğimi ayırdım. İndi evde yiyeceğime soğan da əlavə edeceğim. Çok tatlı olur. Düz biraz çok doğradım ama ev yok. Soğandan ziyan gelmez. Dişlerinizi yuyanda 2 dəfə, sonra üstüne saqqız çeynəyib səhər də isti çay içəndə heç nə qalmır. Necə bir keçid idi? Məncə əlaydı. Bu aralar bu kitabı oxuyuram. Daha doğrusu bu aralar değil. Çoktan da okumaya başladım. Geçen yıl noyabrda okumaya başladım ama ortada bıraktım. Hardasa 2-3 həftə olar ki başlamışam yenidən. Çok yavaş yavaş gelir. Başlarda çok detay verir. Yani biraz sıxıcıdır. Ama artık 118. sayfadayım ve maraqlı olmaya doğru gedir. Çok ağır bir hikaye olduğunu bilirəm. Bu kitabı okuyanlar belə sürmə-sürük ağlayırlar. Mən də mazoxistəm hər halda, bilmirəm. Bu kitabı oxumağı seçdim. Daha doğrusu dostum mənə bunu hədiyyə eləmişdi. Bir dəfə bu haqda danışanda bilirdi ki, mən bunu oxumaq istəyirəm. Bu videonu çalışacağım çox uzun eləməyim. Çünki həm editləməsi çox vaxt almasın, həm də sizi başta çox belə uzun videolarla sıxmayım. Ümumilikdə demək istədiklərim YouTube'a geri dönməyimdir. Yəni bunu çox istəyirəm və bunu etməyə çalışacağım. Beynimdə bəzən fikirlər qarışır, amma ki günün sonunda bunu istəyirəmmi sualına cavabım hər zaman istəyirəm olur. Ona görə də devam edeceğim. Burada siz de mənə kömək etsiniz, əla olar. Dediyim kimi bayaq necə videolar çəksəm maraqlı olar, nələri görmək istəyirsiniz. Onları kommentdə mütləq yazın. Belə, izlədiyiniz için çok sağ olun. Gələn videoda artıq nə video olacaqsa, hansı mövzu olacaqsa görüşərək. Mən də kitabımı oxumaya başlayayım.